Deməli, şagirdlər, biz əvvəlki videoda nələri göstərdik? Göstərdik ki, törəmə nədir? Bunu anladıq əvvəlcə. Əzbərləmədik, törəmənin nə olduğunu anlamağa çalışdıq. Sonra x üstü n-in törəməsinin nəyə bərabər olduğunu isbat elədik. Ondan sonra cəmin, hasilin, nisbətin törəmələrinin nəyə bərabər olduğunu göstərdik və isbat elədik. Son olaraq da mürəkkəb funksiyanın törəməsinin nəyə bərabər olduğunu göstərmişdik əvvəlki videoda və isbat eləmişdik təbii ki. İndi bu videoda qalan düsturları isbat eləməyə çalışacağım ki, bugünlük bu qədər saxlayacağıq, artıq bu videonu saxlayacağıq. Ondan sonra gələn dəfə törəmənin həndəsi mənasını və törəmənin tətbiqində məsələ həllini, artma, azalma aralıqlarını öyrənəcəyik. Bu videoda sadəcə qalan düsturları isbatlayırıq. X üstü n-i isbatladıq ki, nəyə bərabərdir törəməsi? N x üstü n minus 1. Elə qışqıram, elə bir şagird var aslında. Niyə qışqıram mən burada? Yaxşı. Deməli, onda mən əvvəlcə nə eləmək istəyirəm? C f x-in törəməsi niyə C f törəməsi x-ə bərabərdir? Bunu demək istəyirəm. Onun üçün də törəmənin düsturunu yazıram. Limit x yaxınlaşdıqda, delta x yaxınlaşdıqda sıfıra f x 0 üstə gəldi delta x üstə gəl yox, çıx fx 0 bölünsün delta x. Yaxşı. Bu törəmənin düsturu, onda bunu tətbiq eləsək nə olar? Limit delta x yaxınlaşdıqda sıfıra c çöldə qalır. Təbii ki, o argumenti x üstə gəl delta x. Belə yazmalıydım. X 0 üstə gəl delta x-i burada yerinə qoyacaq. Yəni, belə yazacaq. X 0 üstə gəl delta x şəklində yaza bilərik də. Başqa cür necə yazacaq? Sabit deyil. Sabit olaraq qarşısında qalır. Çıxılsın c f x 0 bölünsün delta x şəklində yazsaq, bunu bu şəkildə yaza bilərik. Daha sonra biz bilirik ki, sabiti limitin xaricinə çıxara bilərik. Limitdən öyrənmişdik bunu ki, sabiti limitin xaricinə çıxara bilərik. Burada olacaq c limit delta x yaxınlaşdıqca sıfıra delta x halına gəlib çıxa bilərik ki, bu da nəyə bərabər idi? Törəmənin özünə bərabər idi. F törəməsi x-ə bərabər idi. Tamam. Bunu da isbatladıq ki, c fx-in törəməsi c törəməsi c vurulsun fx-in törəməsi c vurulsun f törəməsi x-ə bərabərdir şəklində deyə bilirik. C burada qalanında bunu isbatladık. Yaxşı, bundan istifadə edib sabitin törəməsinin niyə 0 olduğunu isbatlayacaq. Ona görə bunu göstərdim burada. Yaxşı. C nəyə bərabərdir? C törəməsi bərabərdir 0-a. C törəməsi niyə 0-a bərabərdir? C-ni yaza bilərəmmi? C üzəri x. C vurulsun x üzəri 0. Yaza bilərəm. Törəmə alsam nə olar? C sabit olaraq qarşısında qalacaq. X-ə görə törəmə alacağım. X-in üzərindəki 0 qarşıya gələcək. Vurulsun 0 olacaq. Vurulsun C, vurulsun 0. Çıxılsın 1, üzərindən 1 çıxacam. Əgər bu 0 səbəbindən buna heç hesablamağa ehtiyac yoxdur. 0 səbəbindən C-nin törəməsi 0-a bərabər olacaq. Buradakı 0 gəlir, onu 0 eləyir. Yaxşı. Sonra nələr var idi? 1 bölünsün x-in törəməsi var. Nəyə bərabərdir? 1 bölünsün x-in kvadratına bərabərdir. Nəyə görə bərabərdir?
X üzəri 1 bölünsün x üzəri mənfi 1 şəklində yaza bilərəm. Törəmə desəm buna, buna da törəmə desəm. Bundan törəmə almaq istəsəm nə olar? Mənfi 1 qayşıya gələr. X-in üzərindən də mənfi 1-dən mənfi 1. X-in üzərindən də 1 çıxacaq. X-in üzəri mənfi 2 var mı burada? Mənfi 2 var. Onda onu 1 bölünsün x kvadrat şəklində. Mənfi 1 bölünsün x kvadrat şəklində də, burada da mənfini unutmuşam. Mənfi 1 bölünsün x kvadrat şəklində də yaza bilərdik. Sonra bunu ümumi olaraq eyni şəkildə, ümumi olaraq x üzəri n üstündə yaza bilərdik. Niyə x üzəri n üçün birbaşa yazmadım? Kitab öyrəşdirir və kitab 1 bölünsün x üçün ayrıca verir, 1 bölünsün x üzəri n üçün ayrıca üstün verir. Güya daha yaxşı öyrədirlər. Bərabərdir nəyə? X üzəri n plus 1, 1 mənfi şəklində göstərə bilirəm. Bunu isbatlasaq eyni şəkildə isbatlayırıq şagirdlər. X üzəri n mənfi n şəklində yazırıq, sonra törəmə alırıq. Törəmə al bundan, törəmə al x üzəri mənfi n qarşıya gəlsin. Bax, əzbərləyəndə belə olur. Mən əzbərləmirəm, həmişə çıxarıram bu şəkildə. Bilmirəm burada n var, bilirəm, sadəcə bir anlıq diqqətsizlik olur işte. Əzbər bunu gətirir, çıxarır, bir anlıq diqqətsizlik olur, sonra gedir, səhv olur. Bunu da ki, eyni şəkildə məxrəcə ata bilərəm təkrardan. Mənfi n bölünsün x üzəri n plus 1 şəklində yaza bilərəm. Tamam. Onu da yazdıq. Sonra nə var idi orada? Kökün altında n-ci dərəcədən x üzəri n var idi ki, bunu da eyni şəkildə şahiddlər. Nəyə bərabərdir törəməsi? Nəyə bərabərdir? N x üzəri n çıxılsın m. Buna bərabərdir törəməsi isbatda. İsbatlamaq da sayılmaz. Bunlar hamısı x üzəri n-dir. Yəni sadəcə x üzəri n-in üzərində işləyirsən, bu isbat sayılmır əslində. Elə də bir şey eləmirsən burada. Onu yazırsan x üzəri n-dən m və törəmə alırsan. Nə şəkildə yazırsan? M bölünsün n qarşıya gəlir, vurulsun. X-in üzəri n-dən m çıxılsın 1 bərabərdir. Ortaq məxrəcə gətirsən. Bunu n atdım bura. Surətdəkini bunu ortaq məxrəcə gətirirsən. Üzərinə ortaq məxrəcə gətirirsən m. X üzəri n çıxılsın n bölünsün n. Daha sonra düsturun bu halına gəlib çatmaq üçün bir dənə mənfi çıxaracaq qarşıya ki, düsturun halına gəlib çıxa bilək. M x üzəri n çıxılsın m mənfi bölünsün n bölünsün n. Mənfisi varsa deməli düşə bilər məxrəcə. Mənfisi varsa atırıq məxrəcə. M bölünsün, lövhənin axırı görünür. M bölünsün, n vurulsun. İndi bu n çıxılsın, n bölünsün, n də ki, bu şəkildə yaza bilirəm də. N-dən x üzəri n çıxılsın, m şəklində yaza bilirəm. Heç birini əzbərləməyə tövsiyə eləmirəm. Bunu onsuz da bir dəfə gördün, isbatını bildin, ağlında tutabilirsən də isbatını onun. Ağlında tutabilirsən deyənə, bilirsən ki, buna bərabərdir. Bunu bildirsən, qalan hamısı ondan çıxır. Bunların heç birini əzbərləməyə tövsiyə eləmirəm. Nə qaldı? Bunlardan çıxan bir şey qaldı mı? Qalmadı. İndi gəlirik ən can alıcı nöqtəyə. Y üzəri x-in törəməsi niyə y üzəri x-dir şagirdlər? Onu isbatlayaq. Y üzəri x-in törəməsi niyə y üzəri x-in özünə bərabərdir? Yazsaq. Limit delta x yaxınlaşdıqca sıfıra. Nə deyirdik? Düsturu oraya yazın, siz
gözünüzlə görün ki, sonra anlaşmamazlıq olmasın. Sıfıra yaxınlaşdıqca f(x) sıfır üstə gəl delta x çıxılsın f. Tamam, bu şekilde delta'da biraz yukarı yazalım, x'in yanında dursun. Bu şekilde yazabiliriz. Onda onu burada tətbiq eləsəm y üzəri x üçün y üzəri x üstə gəl delta x çıxılsın y üzəri x bölünsün delta x bərabərdir nəyə? İndi y üzəri olduğuna göre y üzeri delta x'ten y üzeri x üstə gəl delta x'ten y üzeri x'in mötərizanın xaricini çıxara bilərəm. Nə şəklində çıxararam? Limit delta x yaxınlaşdıqca sıfıra sinim ağrıyır. Y üzeri x sabitdir. Əgər sabiti çıxarıramsa mötərizanın xaricinə, sabiti limitin də qarşısına ata bilərəm. Ona görə y üzəri x-i bura ataram. Attım y üzəri x sonra, inşallah anlamışsınızdır. Niyə? Yaxşı, anlamazsınız birdən. Y üzəri x yazaq. Y üzəri delta x yazaq. Çıxılsın birlik şəklində yaza bilərəm də şəkllər. Elə deyil. Y üzəri x-i mötərizanın xaricinə çıxarsam. Bunda delta x yazıram. Sonra da ki y üzəri x'i artıq sabiti limitin qarşısına atmaq olur. Limit delta x ulduz oldu. Mən əlimdə qutqamı tutum. Bu qədər yazarkən diqqətsizlik sərf edirəm ki. Delta x yaxınlaşdıqca sıfıra nə şəklində olur? Y üzəri x delta x çıxılsın 1 bölünsün y üzəri bölünsün delta x. İndi görürəm ki, nə etmək lazımdır? Bunun bir olduğunu isbatlamaq lazımdır ki, y üzəri x-in törəməsinin y üzəri x olduğunu deyə bilim. Yaxşı. Onu necə isbatlayarıq? Onu isbatlamaq üçün əvvəlcə bunu isbatlamalıyım. Limit x yaxınlaşdıqca sıfıra ln bir üstə gəl x bölünsün x 1'ə bərabər. Bunu necə isbatlayarım? İkinci görkəmli limitdən. Limit x yaxınlaşır sıfıra 1 üstə gəl x üzəri 1 bölü x bərabərdirsə y-yə. Hər tərəfə ln al. Ln x yaxınlaşır sıfıra 1 üstə gəl x 1 bölü x ln y desək 1 bölünsün x-i qarşıya ata bilərəm ln-in qarşısına. Ln yaxınlaşır yazmışam. Ln yazdımsa limit yaxınlaşır yazacağım. Allah. Hər tərəfə ln aldım şagirdlər. Bayaqki diqqət səhvimizi heç çaşdırmasın. Hər tərəfə ln aldım. Limit yaxınlaşır sıfıra. X yaxınlaşır sıfıra. 1 bölünsün x-i qarşıya ata bilərəmmi? Ln-in düsturuna əsasən ata bilərəm. Loqaritmanın düsturuna əsasən 1 bölünsün x ln y-də 1'ə bərabərdir. Bunu yazarkən danışmadım. Danışdıqca nəfəsim çatmır. Sonra nə edə bilərik? Biz bilirik ki üzülürsən. Yenə diqqətsizlik eləmişim. 1 bölünsün x-i qarşıya atsam ln limit x yaxınlaşdıqca sıfıra 1 üstə gəl x 1 üstə gəl x bərabərdir 1'ə. Bərabərdir şagirdlər, bərabərlik doğrudur.
Bunu qarşıya ata bilərəm. Elenin qarşısına ata bilərəm. Bu da elen 7 1-ə bərabərdir. Hə. İndi limitdə demişdik ki, limiti loqaritmanın önünə ata bilərik. Hətta hara ata bilərik? Sabitin də önünə ata bilərik. Hətta bayaq sabit vurulsun funksiyanın da törəməsini göstərəndə sabitin önünə atmadıq. Sabiti limitin önünə atmadıq. Burada da sabiti limitin önünə atdıq. Eyni şəkildə limiti də sabitin önünə ata bilərik də. Bunlar hamısı bir-birinə bərabərdir. Bərabərliyə ödəyirlər. Burada yazsaq, əyilməmək üçün yazsaq nə atarıq? Limiti ən qabağa atarıq. Yaxınlaşar sıfıra. Nə olar? 1 bölünsün x gəlib buna vurular. Elen 1 üstə gəlir x-ə vurular. Deyilmi? Atsaq onlara. Limitən qarşıya atsaq. Limit. Elen. Limit yazdıq da. Limit niyə yazırsan Zəfər? Elen. Şəklində göstərə bilərik, deyilmi? Bir dəfə elenin qarşısına atdıq, bir dəfə də sabiti də içəri vurduq, getdi. Bunun 1-ə bərabər olduğunu buradan göstərdik, deyilmi? Göstərdik. Şimdi bunu göstərəndən sonra nəyə göstərməliyəm? Məcburam ki, bunu göstərim ki, y üzəri x-in törəməsinin y üzəri x-ə bərabər olduğunu ispatlaya bilək. Bunu eləyərkən çox diqqət sərf elədim. Sadəcə qaçına bilmirəm artıq diqqət səhvlərindən. Məndən asılı bir şey deyil. Yaxşı, bunu ispatlayaq. Limit t yaxınlaşdıqca sıfıra y üzəri t çıxılsın 1 bölünsün t bərabərdir. Bərabərdir nəyə? 1-ə olduğunu ispatlamalıyıq. Bunu necə ispatlayarıq? Y üzəri t çıxılsın 1-ə 1k əvəzləməsi aparsaq şəhidlər k nəyə bərabər olar? Y üzəri t üstə gəl 1-ə bərabər olar, deyilmi? Daha sonra buradan t-ni tapmaq istəsəm t nəyə bərabər olar? K. Mən neynədim? Bizə saniyə nəfəs alın. Tamam, devam edək. Şəhidlər. K-nın onsuz buna bərabər olduğunu bilirik. Y üzəri t nəyə bərabər olar? K plus 1-ə bərabər olar. T-ni tapmaq istəsəm nəyə bərabər olar? Loqaritmanın üstünün əsasən elen K plus 1-ə bərabər olar da t, deyilmi? Bu əvəzləməni aparsam, bir də nəyə diqqət eləməliyəm? T sıfıra yaxınlaşdıqca k nəyə yaxınlaşır şərikdə? T. Y-nin üzərində 0 qoysaz, y üzəri 0 çıxılsın 1 bərabərdir k desəz, k sıfıra yaxın, buradan k-nı nə tapacaqsınız? K-nı 0 tapacaqsınız. Deməli, t sıfıra yaxınlaşırsa, k da yaxınlaşır sıfıra. Tamam. Bunu göstərəndən sonra nə edə bilərəm? Təbii ki, gətirib yeni qoyacam. Limit k yaxınlaşdıqca sıfıra y üzəri t çıxılsın 1-ə k dedim. T'yə də elen k plus 1 dedim. Dedim ki, bərabərdir 1-ə. Tamam. Bunun 1-ə bərabər olduğuna elə bu göstərir də şagirdlər, göstərmir mi bu? Limit x sıfıra yaxınlaşdıqca elen 1 üstə gəl x bölünsün x bərabərdir 1-ə, bunun tərsi də elə 1-ə bərabər olacaq. Onda bura 1-ə bərabər olduğu üçün, bunun 1-ə bərabər olduğunu isbatladıq. 1-ə bərabər olduğu üçün y üzəri x deyə bilirik. Hətta burada yaza bilərdik onun başlığına y üzəri x-in törəməsi yaza bilərdik ora. Görsənir mi ora? Görsənir. Tamam. Bundan istifadə edərək üstü funksiyaları ispatlaya bilirik. Ən çətini bu ilə, qalanları rahatdır. Oxumağa ehtiyac yoxdur. Hər birində bir dənə təməl düstur olur ki, çətin hardansa gəlir və sonra digərləri ondan törəyə-törəyə gəlir. Məsəl üçün, azər x.
ln a vurulsun a üzeri x'e beraberdir. Niye? Bunu ne kimi yaza bilərəm? Bərabərlik doğrudurmu? Loqaritmanın düsturlarından biridir. Y üzeri ln a bu ədədinin əsas 1 olduğu halda, loqaritmanın əsası 1 olduğu halda bu bərabər olur. Tamam. Onda bundan törəmə almaq istəsəm nə olar? Bu a üzeri x-ə bərabərdir. A üzeri x-ə bərabərdir. Törəmə almaq istəsəm, mürəkkəb funksiya olduğu üçün mürəkkəb funksiya kimi törəməsini alacağım. Bir dəfə y üzəri ln a üzəri x deyib törəməsini alacağım ki, bunun törəməsi elə y üzəri ln a üzəri x-ə bərabərdir. Bir dəfə də vurulsun nə kimi? Ln a üzəri x kimi törəməsini alacağım ki, bu x loqaritmanın düsturuna görə ln-in qarşısına keçə bilərmi? Keçər. Onda x-i keçirəm ln-in qarşısına. Bunun da törəməsini alacağım. Ln burada sabit bir, ln altı sabit bir ədəddir. Orada a olması sizi açdırmasın. A orada sabit ədəd idi onsuz. Ona görə törəmə alanda nə deyəcəyik? Törəməsi bərabər olacaq y üzəri ln a üzəri x vurulsun. X ln a-nın törəməsi nəyə bərabərdir? Elə ln a-ya bərabərdir. Onu da a üzəri n-in törəməsi ilə göstərmişdik veya x üzəri n-in törəməsinin nəyə bərabər olduğunu demişdik. Ondan istifadə edərək ln a-ya bərabərdir. Çox gözəl. Son olaraq da nə deyə bilirəm? Bunun onsuz da a üzəri x-ə bərabər olduğunu deməmişimdir müşahidətlər. Demişdim. A üzəri x-ə bərabərdir. A üzəri x vurulsun ln a. Bir nəfəs alın. Bunu gösterdik. Tamam. Bunu gösterdik. Ne qalır? Ne qalır orada? Yadıma salmağa çalışın. Bakın oradan. Ln x-in və loqaritman törəmələri. Ln x-in törəməsi bərabər bir bölünsün x-ə. Nəyə görə? Baxaq. Bunu nə kimi yaza bilərik? Y üzəri ln x şagirdlər bərabərdirmi x-ə? Bərabərdir, deyil mi? Bərabərlik ödədir. Hər tərəfin törəməsini alır. Hər tərəfin törəməsini alsam, y üzəri ln x yazacağım bir dəfə də nə yazacağım? Bunun törəməsi zaten özünə bərabərdir, bir dəfə də ln x-in törəməsi yazacağım. Deyil mi? Üzərinin törəməsi bərabərdir 1-ə. X-in törəməsi 1-dir. Çox gözəl. X-in törəməsi 1-dirsə, y üzəri ln x elə x-ə bərabər idi deyə, törəməsi özünə bərabərdir. Y üzəri ln x-ə bərabərdir. Y üzəri ln x elə x-ə bərabərdir deyə, buradan x şəklində yazıram. Vurulsun ln x-in törəməsi. Tamam. Ln x-in törəməsini almaq istəsəm, ln x-in törəməsi nəyə bərabərmiş? 1 bölünsün x-ə bərabərmiş şəriətlər. Şimdi eyni şəkildə loqaritmanın törəməsini ala bilirəm. Loqaritma a-dan x törəməsi bərabərdir nəyə? Unuttum. Buradan çıxara bilərik ama, deyil mi? Buradan çıxara bilərik. Loqaritma a-dan x a üzəri loqaritma a-dan x bərabərdir şəklində yaza bilərik. Bərabərdir x-ə. Deyil mi? Bunu nə olduğunu unuttum həqiqətən elə. Biraz çox yükləndim deyəsən, bilirdim əslində. Amma mən onu unutmağı bir əskiklik olaraq saymıram. Niyə? Çünki ispat edə bilirəm buradan, deyil mi şahidlər? Görürsünüz, unuttum. Bu da sizə bir dərs ola bilər ki, unutduq, amma mən bunu ispat edə bilirəm. Siz əgər ispat bilməsəz, ispat bilməmək daha da pisdir. Heç onu da unutsan, yaza bilməyəcəksən. Bu şəkildə törəməsini tapsam, a üzəri
loqaritma A'dan x şəklində törəməsini alsaz, burada da loqaritma A'dan x'in törəməsini alsaz bərabərdir. X'in törəməsi 1'ə bərabərdir. Çox gözəl. İndi bunun törəməsi nəyə bərabərdir? A üzəri x'in törəməsi nəyə bərabərdir? Az əvvəl isbatladıq. A üzəri x'in törəməsi bərabər idi. A üzəri loqaritma A'dan x vurulsun ln A. Değil mi? Bərabərlik doğruydu. A üzəri x'in törəməsi buna bərabərdirsə, üstü funksiyanın deməli törəməsi buna bərabərmiş. A üzəri x'in törəməsi A üzəri x ln A olduğu üçün, bu da bir üstü funksiya olduğu üçün törəməsi buna bərabər olacaq ki, bunu da vuranda loqaritma A'dan x'in törəməsinə bərabər olacaq 1'ə. Bu x'ə bərabərdir. Değil mi? X'ə bərabərdir. Onda loqaritma A'dan x'in törəməsini tapmaq istəsəm nəyə bərabər olacaq? Loqaritma A'dan x törəməsi bərabər olacaq 1 bölünsün x ln A'ya. Değil mi? Ən alt görsənir. Loqaritma A'dan x'in törəməsi 1 bölünsün x ln A'ya bərabərmiş. Oradan isbatladıq. Tamam. Sonra nə qaldı? Sonra buradan bir şey qalmadı. Üstü funksiyalarını y üzəri x'in törəmələri ilə bitirdik. Törəmələri deyəndə bu törəməni demir, amma ondan törəyən düsturlarla bitirdik, işimiz qutardı. Bu şəkildə hər birini isbat elədik. İndi mənə nə lazımdır? Trigonometrik funksiyaların təbii ki isbatları lazımdır. Törəmələrin isbatları. Bunların da təməlini əmələ getirir. Sinus törəməsi x bərabərdir kosinus x bərabərlik. Bunların təməlini əmələ getirir. Ondan sonra ondan istifadə edərək çıxarırıq. Necə çıxaracağıq? Deməli, birincisi yazacağıq limit x yaxın delta x yaxınlaşdıqca sıfıra delta x yerine koy. Sinüs fərqi hasilət çevirmə düsturuna əsasən surəti açıram. Deməli, fərqinin yarısı 2, fərqinin yarısı alfa çıxılsın beta bölünsün 2. Olan da gərək dəfə isbatını verim sizə. Fərqi nəyə bərabərdir? Sinus x plus delta x-dən sinus x-i çıxanda, x plus delta x-dən x-i çıxanda delta x qalır. Bölünsün 2 şəklində olur. Sonra nə olur? Sinüs vurulsun kosinus cəminin yarısı. Cəmi nəyə bərabər olur? 2x üstə gəl delta x bölünsün 2 şəklində olur ki, o da bölünsün delta x var. Sonra nə indirir şagirdlər? Mənim bu qəmanla. Sonra nə indirir şagirdlər? Sonra birinci görkəmli limitə gətirək. Yazsaq ki, limit delta x yaxınlaşdıqca sıfıra nə? Bu 2-ni sürət və məxrəci 2-yə bölsəm nə qalacaq? Sürəti 2-yə böləndə bu 2 gedəcək. Sinus buradan da tamam, bu şəkildə qalmağa davam eləməlidir. Kosinus 2x delta x
x-i də dedik ki, sürət və məxrəci 2-yə bölürük. Delta x-i də 2-yə bölsək, bu nədir şagirdlər? Birinci görkəmli limitdir. Bunun qiyməti 1 verir. Tamam, bunun qiyməti 1 verəndən sonra buna limiti tapmaq istəsəm, 0-ı yerinə qoysaz nəyə bərabər olacaq şagirdlər? 0-ı yerinə qoysaz burada elə kosinus x almayacaqsınız mı? 0 yerinə qoysan 2x bölü 2, kosinus 2x bölü 2, o da bərabər olacaq kosinus x-ə. Deməli, sinus teoreması x bərabərmiş kosinus x-ə. Bundan istifadə edib kosinus x-i, tangens və kotangens x-ləri isbatlaya bilirik. Videonu saxlayıb bir nəfəs aldım. Of, yoruldum həqiqətən. Biraz yorucudur. Kosinus x. Bir də bilmirəm, nəsə havadandı mı? Nəfəs almaq çətindir. Yağışdandı mı, nədəndir bilmirəm. Yağış çox yağır. Nəfəs almaq çətindir. Mən nəfəs ala bilmirəm niyəsə. Ya da ki, başımı çox qaldırıram lövhəyə. Ona görə nəfəs ala bilmirəm. Kosinus x-in törəməsi nəyə bərabərdir? Nə kimi yaza bilərik? Mənfi çevirmə üstündən əsasən sinus. Çevirmə üstündən əsasən nə yazsaq kosinus x-ə bərabər olar? Nə yazsaq kosinus x-ə bərabər olardı? Sinus. Tamam, x çıxılsın pi bölü 2 yazaq. Çevirmə üstündən əsasən x çıxılsın pi bölü 2 yazsam bərabər olardı. Tamam, bunun törəməsini almaq lazımdırsa bunun törəməsini alaq. Bunun törəməsini alsaq nəyə bərabər olacaq? Kosinus, mənfi qarşıda durur. Kosinus x çıxılsın pi bölü 2. Çərinin törəməsini almaq lazımdır mı? Almaq lazımdır, amma çərinin törəməsi gördüyümüz kimi 1 verir. Pi bölü 2-nin törəməsi 0, x-in törəməsi 1 olduğu üçün 1 verir. Buradan da təkrar çevirmək istəsəm, kosinus x çıxılsın pi bölü 2-nin törəməsi nəyə bərabər? Pi bölü 2 nəyə bərabərdir? Sinus x-ə bərabərdir. Ona görə mənfi də qarşıda qalır. Sinus x şəklində yazılır. Mənfi sinus x şəklində yazılır. Daha sonra tangensin və kotangensin törəmələrinə baxsaq, tangens x. Bunlar artıq tapmaq rahatdır da. Biz nisbətin törəməsini bilirik. Nisbətin törəməsini bildiyimizə görə buranı sinus x bölü kosinus x törəməsi kimi yazsaq, nisbətin törəməsinə əsasən yaza bilərik ki, məxrəcdə olur. Kosinusun üzəri 2 yazdım. Törəməsi kosinusun kvadratı x sinus x. Sinus x'in törəməsi nəyə bərabərdir? Kosinus x-ə. Kosinus x vurulsun. Kosinus x-in özü kosinus x çıxılsın. Kosinus x-in törəməsi nəyə bərabərdir? Mənfi sinus x-ə vurulsun sinus x-in özü. Görürük ki, nə verir? Surətimiz 1 verəcək. Niyə? Çünki mənfini götürəcək. Burada müsbət olacaq. Bu sinusun kvadratı, bu kosinusun kvadratı. Sürətimiz verir 1. Məxrəcimiz nə verir? Məxrəcimiz kosinusun kvadratı verir. Əla. Kotangesdəki eyni şəkildə kotangesdə yaza bilirik. Eyni şey olacaq. Kosinus x sinus x yazsam, törəməsi yazsam, ona da törəmə yazaq, törəməsi yazsam, x yazmağı da unutmuşam, x-in törəməsi yazıram, nə şəklində yazıram, kosinus x törəməsi, kosinus x-in törəməsi mənfi sinus x, sinus x-in özü çıxılsın, kosinus x-in özü, sinus x-in törəməsi kosinus x bölünsün sinus kvadrat x.
Buradan mənfi bir mötərizanın xaricinə necə çıxararam şagirdlər? Bu şəkildə çıxarmaram mənfi bir mötərizanın xaricinə. Bura eyni şəkildə 1 vermirmi? Eyni şəkildə 1 verirsə, mənfi 1 bölünsün sinus kvadratı x şəklində göstərə bilirəm və bununla da bitiririk ki, trigonometrik funksiyaların törəmələri nəyə bərabər imiş? Bunlara bərabər imiş. Bu şəkildə ispat olunur.